sevdiğim marketti gəzməyi. Market gəzməyi sevirəm. Çoraqlı buranı daha çox sevirəm. Hamıya salam. Bu vlogun başlanğıcı yox idi. Peki mikrofondan çəkeyim. Mənim mikrofonum geri döndük. Bu vlogun başlanğıcı yox idi. Amma çəkmək qərarına gəldim. Əslində bugün çox şey eləmişəm, amma çox azını çəkmişəm demək olar ki. Bu il daha çox özümə vaxt ayırdığım bir il olacağı üçün bir çox şeyi çəkmək istəyirəm əslində. Nə qədər indi imkan olar, yadıma düşər, onu da çəkərəm. Bayaq market alış-verişindəydim. Onun kadrları indi gələcək. Bəlkə də gəlib, bilmirəm. İndi sizə aldıqlarımı göstərəcəm. Hamısı sağlam olmaya bilər. Sadəcə mənə maraqlı olan bir iki şeyi almışam. Bunları məsəl üçün. Pesto sosu o birini Berilla olanı yoxlamışdım. Bunu da yoxlamaq istəyirəm və bunlarla bir tost eləyəcəm bu dörtlüyü ilə. Bəlkə onu da qoyaram eləyəndən sonra. Mənə öldürürlər ki, bunun dadına baxın. Neyse. Dədə baba sulu yanaq sürür. Məncə zor deyil. Pomidorlar uzundur. Nə? Deyəm. Onu da kəsək biz. Qırağını da kəsin. Kaçtım ben hiss edeyim, daha siz de hiss edersiniz. Alın, aldırın. Yəni həqiqətən kaş ki bunun dadını ötürə bilsəm. Mən çöldə çox yemişdim quru pomidor. Axtarırdım və heç birində həqiqətən pomidorun dadını bu qədər hiss eləməmişdim də. Bir də yəni ən ucuzu olandandır. Baha da almamışam. Çox yerdə 10-11 manatda mən bunu 4 neçəyə aldım. Belə bir şey idi. Bir sürprizle gelmişler. Kanka ben bunu çıkaramıyorum. Ha şeydi. Kız da burada elleşir öz için. Demirəm, aya deyəndə Sevdana da 6 aylıq yerimdə partilərdə deyəsən, partilərdə. Oradan meyvə yığırsan. Partilərdə meyvə yığırsan. Sonra işləmək üçün evdən çölə çıxmışam.